Salam dostlar. Bu günləri sizə həm dostumuz, qonşumuz olan Nəcməddin bəyi təqdim edirəm. Nəcməddin bəy bir neçə gün öncə gecə vaxtı pürüstü tutdu, zəng elədi. Mənə ki, bəs bağırsaqlarında ciddi narahatçılıqlarım var, kök var. Bu narahatçılıqlardan dolayı neyim? Məsləhət verdi, səhərisi gün kontrola gəldi. Kontrol əsasında bəlli oldu ki, öd hissəsində daşlar var və bu öd hissəsi daşı pürüstü verib. Qarında ciddi formada bir ağrı, təyin edə bilmir ki, harası ağrıyır, amma hər yer kəskin formada ağrıyır. Kəskin daşlı xolisistit, yəni ki, öd hissəsinin kəskin pürüstünü yaşayıb insan və bu halla bağlı öz fikirlərini də vurğulasın. Mən salam verirəm Ramil doktora, çox sağ olsun. Hamıya məsləhət görürəm ki, kimin ödündə öd hissəsində daş varsa, yəni vaxtında onun qarşısını alsın. Məni çox narahat edirdi, 2 aydır məni narahat edirdi. Böyük bir daş var idi öd hissəsində, kök verirdi, pürüstut verirdi. Yəni ki, çox sağ olsun Ramil doktor. Heç yarım saat çəkmədi, məni əməliyyat elədi. 2 günün içində mən qayıtmışam sağlam həyatıma. Yəni kimdə öd daşı varsa, məsləhət olunur ki, vaxtında onu çıxarsın. Eyni fasad 2 dəfə artıq problem yarada bilər. Keçmiş olsun. Təşəkkür edirəm. Sağ olun. Çox sağ olun. Keçmiş olsun.